Senin ben başımı xarab elə bilə. Bu dəqiqəsini hamısı... Səsini sal aşağı. Ne olur? Abri neyin olsun terbiyesiz. Nədir? Gece vakti 3'ten kişi gelip senin evine bir çaydan zattan koydu. Ne olur ben kışkırırsan sesini atmışsan başıma. Biraz yavaş danış da tonunu sal aşağı da terbiyesiz. Üzr istəyirəm, siz kimsiz mənim evimdə? Tonun saldı aşağı. Tonun saldı yo halal olsun. Biz sizin kızınızı kaçırmışıq. Başa düşmədim, hə? Hansınız qaçırtmışsa mənim qızımı? Hansınız istəyirsiniz mənim qızımı? Bir şey izah edeyim size. Ne izah edecektim? Hə? De bu kaçırdı. Ha, o kaçırdı. Dayan! Ben niye kaçırdıram? Sən... Biraz qabağa keç görüm, hə? Deməli, sən mənim qızımı qaçırmaq istəyən. Bəli, mənəm. Mən belə baxıram, sən ailə canlı oğlan oxşuyursan. Qızımı verdim, getdi. Xeyirli olsun. Oğlan iyi kız geçecek. Xeyir olsun. Hanımı desin. Ben değilim. Nə yox, hə, nə yox? Budur. Bu. Mən niyə ala? Dayan görmə. Ağsaqqal, mən yox, mən qəti yox. Canım Keç qabağa görüm. Ağsaqqal yox. Keç baxır. Düz aya. Mənə şapalaq da vursan öləcəm ağsaq. Yox. Mən belə baxıram ki, sən də ailə tərbiyəsi görmüş oğlan oxşuyursan. Elə sənə verdim, qızımı. Allah hoşbəxtdir. Allah hoşbəxtdir. Allah hoşbəxtdir. Allah uçma, sen kaldı. Bir dakika daha ben ağsaqqal bizim kızı buna göre kaçırdırdık. Ha, düzdür. Get bu. Qorxma, baxır ancaq. Biraz qabağa çək görüm. Ağsaqqal vur dincələk. Yaxşı. Sözün düzü, sən çox çəlimsiz insansan. Ama buna baxmayaraq qızımı verdim sən. Hoppa! Ayaqlar oraya. Ay ne bileyim. Kız fırlandı bana qayıtdı yerine. Neler oldu?